Əli, evdəsən? Salam. Bəs telefonu nə götürmüsən? Gəl aşağıda darıxıram mən burada təkəm. Bayramdan sonra hamı çıxıb gedib, heç kəs yoxdur, təkəm. Gəlirsən? Tez gəlsən Allah. Yox, nə oldu? Götür o işi də götür, gəl burada işlə də. Mən də təkəmdə oturmuşam, darıxıram burada. Yaxşı? Gəl, yine çay dəmləmişəm. Gəl bir işi gör, söhbət eləyək də. Bağrım çatlayır. Hə, yaxşı, tez gəl. Davay, oldu. Gel çık, ürəyim partlayır. Gel, Qanqaraçılıqdır. Amma heç iş getmir, heç nəsə. kömək lazımdır. Yox, da oldu. Nə palitrada götürmüşəm. Gel, keç. Bəlkə səndə burada yer olur. Var, bir şey olmur. Gel, keç. Narahat eləmir. Yox, nə danışsa, ürəyim partlayır sənədən. Darıxıram. Bayramdan sonra heç kəsi görməmişəm. İş də yarım çıxdı. Dedim, Burada burada bir yerdir. Nə şey olmur? Nə kömək edeyim sənə? Allah canı söyləsə, heç nə. Çay demləyib qoymuşam qurağa, bayaqdan səni gözləyirəm. Bismillah eləmişdim, gördüm elə sən çağırdın. Gel, çay içeyim, ha? Görüm nə vardım burada. Nəsə heç özüm də bilmirəm. Nə bilim, görüm. Bəlkə bir şey alındı. Hə, nəsə qanqaraçılıqdır. Heç özüm də bilmirəm. Nə eləyirəm, başladım. Nasırayla yoxdur. Yoxdur, nə bilim. Bahar, bizən qan qaynayan vaxtı hamısı onun işləridir. Qan qaynayanda darıxmaq vermir axı. Biz enerji insanı təbiətə çıxartmaq istəyir. Gel, sənin çay var mı? Gəl, üstündə baxdım. Gel. Sənin çayın. Üstünü batırarsan. Hə, ona görə nə bilim. Biz indi təbiət necə oyanır? Gülləri görmüsən də, yəni küçədən gələndə. Ərik də gül açır, hər şey gül açır. Bənövşə güllərini o gün gördüm. Mən bildim, təkcə mən darıxıram. Yox, belədir də, biz sən təbii. İndi gör yazıq rəssamlar nələr çəkir. Bu nə dedi, peyzaj olacaq, nə olacaq? Dəniz qırağı, elə belə nəsə. Yaxşı, sən dənizin qırağını içəri şəhərdən öş çəkirsən. Bu nə üçün gedib dəniz qırağında geri çəkmirsən? O gün getmişdim, havalar bilsən nə idi, dəhşət, soyuq. Getdim biraz işlədim, külək də vurdu, hamısını aşırtdı dənizə, kraskalar zaten hamısı qaldı. Nə danışdın? Hamısı getdi. İstədim soyunda bir-iki dəfə girdim, sonra gördüm mənlik deyil. Bir-iki dənəsini çıxartdım, dalğalar, böyük dalğalar. Suya girmişdin mi? Bir sən nə qədər kraskalar getdi. Etüdniklə elə külək vurdu, tarap apardı hamısını. Dəhşət idi. Səndə nə var? Heç nə, mən nə bilim bayramdan sonra sən belə caman darıxıram. Düzü bayramda çox adam gəlmişdi, gəldi, getdilər, bir şəkər vurub paxlanlar yedib, duş eləyərsən sonra. Nəsə yaman darıxıram, bilmirəm nə üçün belədir. Heç məndə belə şey olmamış deyə. Bizən Ömər Xəyyamın gözəl şeiri var, amma çox xoşuma gəlir. Çox belə oxudum, nəsə dedim yadımda qalmadı. Mən də hardasa olmalıdır. Narahat eləmərəm, bir kəlmandan desəm. Sən elə bir şey, narahatçılıq üçün belə adam belə özünü çox şey eləyir. Görünər deyir, bir rusca sonra tərcümə edir. Deyir, до rождения ты не нуждался ни в чем. Deyir, anadan olmamış, sən heç nəyə möhtac deyil. Başa düşürəm, değil mi? Sən rusca deyil, yox, ha. А родившись, нуждаешься во всем и обречен. Yəni ki, anadan olan kimi bütün problemlər. Только сбросивший гнев ненасытного тела. Yəni necə bizdə, yəni qaçırıq ora, bura, maşın, eşik. Снова станешь свободным, как Бог bogachım. Dərinliyə bax. Yəni ki, qən ağızda çox oxuyaram, burası bir şey. Hayır, rəssam sən fikrimiz olacaq. Bura gələndə
Eve gələndə. Gördüm, zillini gördüm. Aha. Nəsə yaman qaldı. Mən tekmərəm belə. Sən Gel belə sen. zillini. Valla baharda bak gül ne için? Ağaçlar gül açırdı. Hele bizim ağaçlarımız. Hele indi her şey uyanır, torpaq uyanır. Sen semen ödeyi görsen her şey uyanır. Yani insanlar her bizden insan başlayır her şeyi tezden görmeye. Her şey ayrı. Sən gedin gəlsin. Darxıldı da ya. Çıxar idi. Ben başlasam işte ben sana vapşı gene özüme kapılacağım vapşı gene seni tenha. Orada sən gedin də, yaxşı. Keçi bəzi. Onlar da bir çaydandır. Ha, iç. Çağırın. Ha. Zilli salam. Gəldin çatdın evə. Masterın düzəldi, yoxsa gəlirsən? Mən evini təkmən beləyəm, əli buradadır. Gəl də. Gəl oturaq biraz dərdləşik də, neyniyək? Nə yaxşı ses gəlir? Muğamata bulaşırsan deyəsən. Ay yox, mənim radiom xarab olur da, radiom deyirəm, mənim magnitofonum xarab olur. Oxunmayacaq. Amma düz deyirsən, muğamat nə yerinə düşərdi? Bir belə adam ləzzətlə qulaq asardı. Əsl bizim vəziyyətimizdədir. Muğamata qulaq asmaq istəyirəm. Əli pastayla qulaq asır. Mənim səsim Mən də qulaq asıram. Hə? Mənim səsim olsun. Əli deyir, mənim səsim olsaydı muğamat oxuyardım. Yaxşı da görə neynir də? Gəl, gözləyirəm, yaxşı. Can Muhammed laf Əli, niyə nə muğamatın yerində? Magnitofon da xarab olmağa vaxt tapdı da. Bir şey çıxmır. Nəsə bir şey yavaşmış. Qonaqlarımız gəlir deyəsən. Qonaqların gəldi deyəsən. Ha, gör kim gəlir. Kimdir? Gəl görək, gəl. Doğan müəllim. Doğan müəllim. Əllərini torba. Nə danışırsan? Gəl görək, gəl. Ələminlə görüşün görək. Gəlin. Geç. Necəsən Doğan müəllim? İşlər gücdə. Ha, bu da Məhəmməddir. Can baş, işlər gücdə. Gəl görək, gəl otur. Paxlavadan ye, şəkərbradan ye. Gəl buraya. Soğunuz da psixolozu. Bayramda neylədiniz? Papaq atdınız? Pay qoydular sizin üçün. Ay maşallah. Mən də qoşulmuşam bunlara. Nə danışırsan? Sən də papaq atırdın. Mən də getmişəm. Gəl. Uca papa atanı qonşular bilirdilər ki, Əli müəllim gəlin utanmayın keçin. Keçin oturun orada. Gəl. Keç Abdullah, keç orada otur. Perekanda. Əvli gözü krasladı. Bu benim, bu kadar qalxı otur. Ay sağ ol, oturun orada. Bir şey aldın. Ay maşallah. Uca qonaqlar başlayır. Günlərdir. Gel çık. Ay salam Ay aleyküm. aleyküm. Hoş gördük. Salam, bayramınız mübarək. Gəlin. Sağ ol. Maşallah, yaxşı qonaqlarla Mən gəlmişsiniz. ayrı hoş gördük. Mən magnitofonu gətirə bilmədim. Böyük olduğuna görə. Canlı musiqiçiləri gətirdim ki, daha yaxşı olsun. Var. Gəlin içəri, gəlin içəri. Gəlin, soyunun, keçirin. Ay maşallah. Sağ olun, sağ olun. Əli də burada. Mən gəl bağışlasın, Əli salam Qaraskana əleykum. sizdə Kasımda. Həmişə iş başında. Çox sağ olun, Allah canınız, xoş gəldiniz. Hoş gördük. Gəlin də, qanqaraçılıqdır, bəlkə. Ha, keçin əyləşin. Dələr bax. Mən də bir çay tədarük ediyorum sizin üçün. Soyuq. Ha, zilli. Buyurun. Mən evdə tək tənha qalmışdım. Mən də öyle Çəkizən baxıyorum. Vallahi. Sağ ol. Yaxşı bayram necə keçirdiniz? Bayram tənha. Tək. Bizim bu dostumuz Aha. bu da gedib uşaqlara qoşulub gedib papaq atıb. Hayalımız olsun ha. Bir şey yığa bildin Əli? Abicim, bax, hörmət saqqala böyük hörmət var imiş, inan sənə. Qapını açan ucusu. Mən xoş gəlmişsiniz, buyurun. Bu öz xoşları hamısı maşallah. Çalan yemək verdi. Bəlkə bu elə o yığdığın Yox, bu bizim süfrəmizdir. Bu bizim süfrəmizdir. Məndə emalatxanadadır hamısı. Sənətçilərimiz necədirlər? görə məncə yaxşı olmalıdır.
Təzədən çaydı ya. Təzə çaydır. Özü paşa çaydı dəmləmişəm. Paşa çay, yaxşı çaydır paşa çay. Şən çaydı. Başqa indi nə? Böyle şey. Əladır ki, əladır. Bu şey. Bir çox zat az. Deməli deyirsən, əli papaq atıbdır. Əli gedib qonşuları aqrabit edib yaxşıca. Yaxşıca ya. Hörmət var ya. Sənətə hörmət var. Gördüm ki, doğrudan sənətə hörmət. Özü qapını döyüb, papaq tutub əlində deyək də. Ya müasir də papaq. Hə. Müasir. Qapını döyür sənə. Hansı papaq? Böyük papaq idi ya balası. Böyük papaq var idi. Ha. Gəl qardaş, siz bir şey çaydan. Buyur. Buyurun. Çox sağ ol. Boğazınızı yaxşıladım. Bax, meşli vaxtda deyir ha. Boğazımızı bir boğazı istadaq. Hələ qardaş, çaydan hamısını özüm təşkil edirsən. Ha, mən doğru. Kömək edirəm. Yox, sizin sağolunuz nə kömək. Əli qardaşımız kömək edir. Əli işləyir. Əli evdəydi, o da darıxırdı. Dedim, götür, işi də gəl burada bir yerdə. Qoy, Əli də bir qulaq assın bizim bu sazandalara. Görək, Gəzə hə, Əli qardaşım. musiqinin altında Əli gör necə işləyəcək indi. Görək. Canlı qulaq as. Felek büküp elimi intikam almayan adını gör ki bu haletle kam almayan benimle daim o kesler ki hem piyaleydi ne salam verir indi, ne bir salam alır menden aydadı beni dağacağım Sağ ol, sağ ol. Sarışın eylemişem ben bu mehirsiz felaya Sarışın eylemişem ben bu mehirsiz felaya ne varsa sevdi kararım tamam alır menden ne salam verir indi, ne bir salam alır menden Metay şehriyle vahid Metay şehriyle vahid Hemişe xoşalım Vətən cavanları Şirin kalamlarından Aman Üzülme güldü, verinde güle baktı aydın Aydın seninle ben aydın
Canlı oxudular, canlı eşitdik. Çox sağ olun. Allah razı olsun sizdən. Çox sağ olun. Yaxşı ki mənim səsim yoxdur. Yox, Əli, sənin səsin yoxdur, sənin işlərin var da. Elə onu bəyəxdən onu müqayisə edirəm. Zilli, gəl bir bura. Aha, gəl. Bəyəxdən onu Bu müqayisə edirəm. səhərdən nəsə burada əlləşir, vuruşur. Əli, dənizə gedəndə ayaqlarını gedirsən? Görmüşdü, yox, mən yazıq. Əli bəy, Hacı. bunu hansı yerdə görmüsən bu? Bu Xəzərin, bax bu Dübəndi tərəfdir, Severniqres tərəfdir. Oradan? Bilirsən, ora lap tənhalıqdır, orada dəniz lap belə bilirsən necə olur. Ora getmək də biraz çətindir. Hə, maşınla getmək. Ora ayaqların gəlsən belə piyada çox gəzir. Yaxşı, sən demədin o qayanın üstündə kim olacaq? Bir dəqiqə, çıt, Yaxşı. Manol bak, Zilli, keç əyləş. Keç əyləşdən şöyle nə var? Özü gələcək ora. Təzə nə var? Deməli, bu tənhalıq məni təngə gətirdi. Elə evdə oturmuşdum, dedim, zəng elədim, tək qalmışdım, 4 divar bilməcə. Necə tək? Tək deyəndə belə day rahib qardaş, evdəkiləri göndərdim rayona. Tətildə, görmüşsün evdəyik cəmaat, ha? Bayramdır da, Bir həftə olar da. Bir həftədən yuxarıdır, 19-undan onlar beri. geçsin, o da mən qalım burada. Həm də işimlə əlaqədərdir, işdən mən çıxa bilmədim axı, işdə işləyirdim. Ona görə də onları göndərdim. Kaş heç göndərməydim. Tənhalıq adamı laf belə boğaza yığır. Açığı mən hərdən bir xoşum gəlir belə tək oturmalı, amma mən də yaman darıxıram. Bayalar səni görəndə fikirləşmədim, heç ağlıma gəlmədi, dedim, bəlkə gedən yerim var, gəldim, oturmuşam, çay dəmləmişəm, oğlan tək. Həmişə özü tək kimi qapı döylə kimsə görər o, heç kəs gəlmir. Heç kəs deyil. Hə, axırı Əliyə zəng elədim ki, Əli, sən ola, dur gəldin, deyib, işim var əlində. Götür işi də gəl. Mən də nəsə işləd getdim. Rahib, bir dənə də şey var, bu tənhalıq belə bir şeydir ki, yəni, bəx, sən dediyin kimi, adam var, tənhalığı sevir. Tək oturur, nəsə öz aləmində olur, öz aləmində nəyisə götürür, qoyur, nəsə eləyir də. Tənhalıq haqqında Əli Kərimin yaxşı bir şeiri var, çox gözəl bir şeirdir. Deməli, Əli Kərim deyib ki, mən tənhalıq istəyirəm, mən tənhalıq istəyirəm. Böyük, dərin, dolu tənhalıq. İndi fikir verir. Deməli, bu tənhalığın da öz növləri var axı. Tənhalıq, əgər bir insan tənha yaşayırsa da, onun bir gözləyəni var. Deməli, bunun tənhalığı boş deyil. Dolu tənhalıqdır bu. Yəni, bunun içində həyat var. Bu adam onunla yaşayır. Yox, əgər səni gözləyən yoxdursa, dünya aləmdən xəbərin yoxdursa, heç qapı qonşularından bir xəbərsən. Bax, o qədər dedim, nə yadıma düşdü, Əli? O 3 müşketör oxumusan da, orada bir yer var, deyir, Ludovic çıxır balkona. Yox, kitabda yazılıb o, sən də baxanda elə şey yoxdur. Deyir, çıxır balkona dayanırmış, deyir, darıxıram. Və küçədən adam keçəndə deyir, ay cəmaat, gəlin oturun mənlə bir yerdə darıxaq. Mən ona görə sizi bir yerə yığdım ki, götürəm bir yerdə darıxaq. Amma bu da əldə gəlib işini dolmuş görəyəcəm. Muğam dünyasında da belə şeylər var. Əlbət, muğam nə? Dəryadır vallahi, muğam. Allah rəhmət eləsin, bizim bu ustadımız Nərman Əliyev bizə həmişə dərs vaxtı belə muğam dünyasına söz sal Zəli qardaşım. Söz salardı, inanırsınız, saatlərlə qutarmaz muğam haqqında. Biz rəssamlar biraz sözü deyəndə görə görürük. Bəyək gözəl dedi ki, yəni tənhalıq, bu 2 dəqiqə bundan qabaq siz oxudunuz. O da gözləyir, o da tənha idi ki, yəni siz onu xatırladınız. İndi o qədər mahnılar var ki, hansılar ki, tənhadırlar, sizi gözləyirlər ki, siz onları... Sağ ol, Əli. Fələk ayırdı zülmü ilə canandan. Fələk ayırdı zülmü ilə canandan. Həzər etmiş mi əzər naləy əfqanımdan. Mən nə hacət ki qılam dağ nihanın şərhin. Mən
ki qılam Dağri hanım şərhin Aqibət zahir olur Şaki giribanım Ey Füzuli Ey Füzuli Qəm hicriylə pərişandır hal Kimsə agah deyil Halı pərişanımdır Zəll elədim ömdə görüş var hələ Zəll elədim ömdə görüş var hələ Zəndim hicran Zəndim hicran Səhv elədim hər əməl hərdən gəlir Səhv elədim hər əməl hərdən gəlir Fikrim şeytan Fikrim şeytan Qoymayın qada yedin ay haray Qoymayın qada yedin ay haray Ceylan qaplar yedin Ceylan qaplar yedin Canım yaşatmış onu aşıkları Eşki yaşatmış onu aşıkları Her biri aslan vardı Her biri aslan vardı Yoktu hiç benim şahına Yoktu hiç benim şahına Canım vardı Derman Koymayın qada yedin ay haray Koymayın qada yedin ay haray Ceylan qaplan getdi Ceylan qaplan yapardı getdi Canım yapardı getdi Canım yapardı getdi Canım yapardı getdi Ceylan qaplan apardı getdi aman 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 Canım Sağ ol, çox sağ ol, çox sağ ol. Xoş o qaplanın halına Ceylan aparıb ha. Həmin o quyudan bir kruşkada içdi. Kruşkada içdi. Ha, Əli necədir? Zilli sənin əli başda oxumağın da var ha. Belə də özüm köməklikdən oxuyuram. Çünki bu qardaşlarım elə gözəl oxudu ki, məndə də o təb gəldi, mən də oxumaq istədim. Özüm saxlaya bilmədim da, neydi? Ürək var da. Ürək qardaşımda ürək var. Allah rəhmətə gəlsin. Sağ ol, çox sağ ol. Ləzzət Bu elədim. günləri siz məni dağlara qaldırdınız. Çünki Rahib qardaşım hər şeyi bəyənən deyil. Ne yaxşı. Gücüm xanım, gəlin salam əleykum. Nə yaxşı. Salam aleyküm, bayramınız mübarək. Hoş gəldiniz. Yaxşı, sağ olun. Nə yaxşı, bayram payından hamısına Nə çatır. yaxşı. Valla ürəyimdə qalmışdı ki, mən sənin bayram payımı Ay, nə gətirməmişəm. həzət çəkmişsiniz, çox sağ olun. Nə yaxşı, nə yaxşı. Ay centrimenlər, alın paydomu da. Həmənin klaskalı, sonra gələcək. Gəl əyləşin, gəl əyləşin. Əyləşin, görək. Nə var? Necəsiniz? Salamatçılıq, sizdə nə var? Belə, zili gətir burada. Qardaş, siz niyə ayağa durdunuz? Sizin o kamera hindi gəlib ki, olmaz ki. Bana işimiz var, gəlib bağışlasın bizi. Ay, yox, oturmuşdur, da şey oturmuşdur. Qarşı. Sənətkar gələn başa düşəsən də, buna gələ yalvarasan. Geldiler bana yalvara yalvara Sarar insan bayrına Bana yalvara yalvara Yar yarın geldiler Bana yalvara yalvara Sarar insan bayrına Bana yalvara
Yaxşı ki gəldin, çox sağ ol. Yaxşı ki Necə gəldin. bilirsən? Nə bilim, bura gəlməmişdən qarqaraçılıq idi, emalatxanada işləyirdim. Sağ olsun ki, qonşu. Dedi, gəl oturaq. Gəldi, bugün sağ olsunlar, muğam ustaları gəldilər. Rənglər də dəyişildi işdə. Qabaq tünd rənglər idi hamısı, amma indi işlədilər. Çox maraqlıdır. Bura dəniz qırağıdır. Gəlin Şimal baxın da. tərəf. Əziyyət dölüsü bizim üçün. Bu şimal tərəfdə, oralar çox tənhalıq yerdə, sakitlikdir. Hansı tərəfdir? Bu Severni Qrəsdir, Dübəndi tərəfdir. Hə, hə. Oralar Mərdəkan tərəfi. Mərdəkan tərəfi. Bilsin nə gözəldir. O, dəhşət. Burada da hardasa, burada da gedir böyük skalalar. Elə bax, siz baxa-baxa, tarixdir də, bax. Burada hardasa bu belə skalalardır. Buradan çox atlanmışıq suya. Hardasa bir 5 metrə qədər var hündürlüyü. Çox maraqlı yerlərdir. Dənizin də öz belə. Bilirsiniz, indi təbiət hər şey oyanır, dənizin öz rəngi. Xəzərin öz rəngi var. Ne oldu? Yola saldınız qonşu. Yola saldınız. Allah canını sağ olasın. Qonşu iş təmiz dəyişildi. Nə dəyişdi? Təmiz, rəhlər dəyişildi. Hər şey dəyişildi. Əla. Gör nə demək? Can xan, gəl Həli. Sən bilirsən ki, Bakı dənizində qağaylar olur da. Olur. Burada siz onu bəziyin, xonçasını nə? Gətirmişsən payı, əziyyətini çək. Mən də mənə sizin üçün çay sürdüm. Beşin yığaq. Qonşu kömək lazımdır orada. Yox, kömək lazım deyil. Yəni, sən baxın, Çəkim var. Belə kömək lazımdır. Çaydan çay sürdüm sizin üçün. Hara düzəltdi. Abdullah, sən niyə susursan? deyib Fizran xanım xanəndələr işləmək. Heyif, çox heyif. Nə oxudular. Çatmadı. Elə mahnılar oxudu. Xoruz səsi eşitməyən mahnılar idi. Yaxşı, Hicran xanım, Düzəldi. bu bayramda gəlib papaq zəlatdılar sizin qapıya. Hər il atırlar. Hər il. Yada salarlar, nə olsun, bir həftə keçib, 10 gün keçib üstündən. Bu qapılara ki, kod və nömrələr qoyublar, bəzi uşaqları çəkməyir. Yoxsa qabaqlarla bu çərşənbə axşamlarından başlanırdı, bayram qutarana qədər. Necə keçirdiniz, öylə keçirdi? Hə, var. Əsas Qonaqlarınız nədir? gəldi. Ailə gərəyadan başında olsun. Hə. Nə yaxşı gəldiniz. Deyib Fizran xanım xanəndələr Deyirəm, işləmək. çox heyif eşitmədim. Yəqin tələsirlər də. Hə, işləri vardı, daha nə bilirdim. Xahiş elədik. Şimdi əməli başı xonça alındı ya, Novruz xonçası. Əli, bəlkə bu xonçanı çəkəsən? Görək, bahar qızım. Hə. Sən birindən elə nələr çıxır. Səməni çatışmır burada. Çəməni vardı. Allah. Nə qoydu çəməni? Qonşu bağışla da kömək elə bilməm. Yox, canı sağ olsun. Kirim Sən burada? şimdi ol. Kirim burada? Gör, harada belə çəməni var? Yurtarsın. Yaxşı, mən bunu harada yerləşdirim? Çay götür. Əlim kraskadır. Çay qoyaq elə gətir. Maşallah. Qəşəng, düzəldi. Ay sağ ol. Da belə yaxşıdır. Rahatdır. Nə qəşəng. Əcəb xonçamız var. Əli, Hə. Əli sən bir dənə bizim xonçaya bax, bura bax, ay kişi. Sən bunu çəkməlisən. Əli, bura bax, gör nə deyir. Bunu çəkmək Əla lazımdır. kompozisiyadır, amma mən olsam, Hə, hə. amma bu artıqdır. Nə? Bu artıq. Yaxşı qardaş. Nuş olsun. Nuş olsun. Bunun üstündə çay da olur da yəqin. Çay istəyirsən, hə? Bölümdə sən çayda. Şəkər var. Şəkər var da bu yoxsa nədir? Kişi, elə şəkər vururlar, paxlava Mən verirlər. qapının dalında bir hayfi eşidirdim. Həmişə sakitlik çökübür. Zor getdi. Bunlar yaxşı əyləşmişdik. Qəşəng qulaq asırdı. Heyf. Belə niskiyə edirsiniz ki, mən gəlmişəm. Yo, Mən doğrudan. gəlmişəm. Hə, doğrudan. Mən xoşdur izləmək. Yaxşı, musiqiçilər gəlmə, mənim günahım deyil. Yox, estağfurullah. Tamaşa görək, təzə nə xəbər var? Nə var, nə yox? Harda? Tamaşalarda, səhnələrdə. Aa, bula. Bax gör. Qonaq qonağı sevməz, eviyəsin. Yox, bizim... Aa, bir sürü kim gəldi? Kim? Mansur da gəldi. Mansur da Bayramda salam aleyküm bayramımız var. Görkümü getirmişim. Ay maşallah. Görkümü getirmişim. Ey görkümü getirmişim. Salam aleyküm. Salam aleyküm. Bayramınız mübarək. Bayramımız mübarək. Aslında mən əlim kraskadır. Gəlin. Sağ ol, sağ ol. Nə yazır? Ha, gelirdim, Naim Naim gelirdim. Gördüm meşten özde kaseti koymuşam, bunun kaseti de hepsini. Özü benim. Qismətə bax. Kısmete bak. Gördüm ha, bunlar meşten çıkıp gelirler.
Saxladım, ala gəlin oturun, gedib bir daha paşa çay içək. Ayala. Dəbləmirsən? Dəbləmişəm. Aha. Keçin içəri, Aa, keçin. gəlin, gəlin, Hacı mənim, gəl. Gəl, otur, gəlin, gəlin, əyləşib, sizə yer verək. Yanır. Sonra kalkulasyon. Ha, Mansur da sənin yerin oradır ya. Yani hamamdan yer. Abdullah mı? Yox, hamam da yox. En alt Məsələn, hamam yox. Hiç haberim yok ne vakit gitti. Mansur da ne? Sana bakma Mansur dayı. Ha, Ne var ne yok? şükür Allaha, çox şükür. Bayramınız Bayram geçiyor. əla. Bay qohum qardaşı, Bolaya gedmişəm qohumlara. Zillə əyləş bir yerdə. Bir yer tap əyləşinə. Allah qonaqlarımız Gəl, 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 gəl. gəl. Yok əyləş. Sən əyləş, deyil? Ne yaxşı Mansur dayı gəldi. Heç bir ev, bir şeysiz, axsaqqalsız olmasın. Evi yaraşır. Ben suda papa batırdılar size de. Aa, atırlar. Gerçekten papa batırdılar. Aşı, mən keçəndə bayram axşamı günü idi. Ha, görmesi. Gördü ya ocak. Mən keçirdim, siz ocaq qalmışdınız. Qaçırdınız hələ ya, ocağın ətrafında uşaqlarla. Uşaqları bir senden gösterdi. Ocaq, köz. Ben baktım, dedim yığdım hamısını. Dedim ki indi baxın ələ mi gör ne edəcək. Hamısı da yığışıblar. Bəli. Kömür qıpqırdı. Ayaqlarım getdim bir o tərəfə. Kömürün Ha, üstündə. bir də bu. Onların biri qışqırdı ki, ələ mi? Bunun sirri nədir? Deyirəm qocalı. Yaxşı danışın görək nə var nə yox. Təzə nə xəbər var? Mansur dayı. Hələ köhnə. Uşaqları nə yaxşı tapdınız? Demirəm, fırlanam, gedirdim. Mən də qoymuşam həcinin kasetini. Allah'ın olsun. Qulaq asıram özüm üçün, Feyziyə balına. Sümümə düşür axı. Ürəyimi deyirəm Allah Teala ilə ol gedəni. O tanımayan gözlər çıxır. Biliyorum, onu gedirlər. Görürsən, qismətə bax da. Qismətə bax. Yaxşı, indi biz xahiş edəcəyik də, burada mümkünat olacaq bir balaca feyziyyab eləməyə, hə Əzi? İnşallah. Sünnətlər yanına. Biz məşqdən gəlirdik. Sən nəş gəlmir. Yaxşı oldu, Allah Mansur kişidən də razı olsun ki, bizi ilə bir rastlaş. Neçə vaxt mən onu görmürdüm. Mən Mansur kişini 30 ildən yuxarı tanıyıram. Ay maşallah. Günlərdə də olmuşuq məclislərdə, sonraki başqa tədbirlərdə olmuşuq. İçəri şəhərdə mən çoxdan da gəlib gedə bilmirəm. Mənim gəncliyim buralarda çox böyük fəaliyyət olub bu gənclikdə. Burada İçəri şəhərdə yaxşı insanlar olub, yaxşı kişilər var idi. Allah rəhmət eləsin. Burada Məmməd Ağa Ağayev qarmon sənətçisi var idi. Mən onda Binəqəddə qulluq edirdim, əskəridə. Gələrdi dalımca, Ağvolqası girim, indi olmasın. Gələrdi dalımca. KPP-dən görürsən ki, Rus saldatı gəlirdi ki, слушай, твой дядя прибыл. Тебя вызывают. Gəlirdi Məmməd Ağa müəllim deyirdi ki, 2 günlük rayon toyu var. Gedək aparım səni. Əskəriydən. Əskərəm ya, o da məni çox aparırdı. Girirdi komandirlə nəsə danışırdı, elirdi. Oturdurdu mənim maşına, getdik. Rahib, Mansur dözmür. Sümüyünə düşüb musiqi oynamaq istəyir. Çox danışır. Onu da xahiş eləyək də.
Məsudə, dəvədən böyük fil də var imiş ha. Bəli, bəli. Mən ona görə utandım oraya girməyə, ona görə mən sizlə başarırım. Adınla başarırım. Başarıdan. Yəni, Yaxşı, salam, bu salam. o Bakı folkloru deyirlər. Bu həmin onlardandır, Bəli, yoxsa? bu rəqsin adı bu ikinci Bakıdır. Ha. Köynə Bakı deyirlər ona. Bu rəqsin adı. O yaxşı rəqs adları var. Mən bir dənəsində eşitmişəm. Şampanski deyirlər. Bəli. Şeylərdir. Onu da ifa edə bilərəm. Şampanski el arasında belə deyirlər. Rəhmətli Bəhruz Zeynalov klarnetçilan var. O yazdırmışdı Uşağan kəndində idi. Deməli yazdırmışdı, adını qoymuşdu Şağanı. Yəni məclisdə hətta bir yerdə Şağanı deyəndə biz bilirik ki, bu Şampanski, köynə Şampanski. Bu yaxşı söz gəlməmişdən qabaq oturmuşum yaman darıxırdım. Zəng elədin Zilli qardaşımıza. Allah razı olsun gəldi. Gələndə özü ilə getirdi bir üç nəfər də. Bəli. Murtuz yeri gəldi. Oxudular, xeyli feyziya bölümlər. Onlar gedən yox. Əvvəl Hicran xanım gəldi, sonra onlar getdilər. İndi siz gəlmişsiniz. Maşallah darıxmaqdan əsər əlamət yoxdur. Hicran xanım sizi görəndə bir sinə yadıma düşür. O bilmirəm səhər görüşləri idi, yoxsa nə bir tamaşa vardı. Orada Telmanla oynayırdınız. Bir dənə yaxşı Navagoy mahnı da vardı. Yo, ondan sonra idi. Telmanla ondan sonra idi. Dedmaroz formasında gəlir sizin öyə. Bir dənə mahnı da oxuyurdu. Ki, ku, nə bilim, nə. Var edirəm ki, yazır, gəl səhər görüşlər. Mənim heç yadımdan çıxmıyor, yaxşısı yadımda qalıb. Mansur dayı da yadına gəldi, deyir, o tamaşaya baxmışdı, eləmişdi, evləri köndələn yara. Hamımız baxmışıq. Məndən Əli, sən daha heç də, bir şey ortalığa çıxarda bildin? Amma bizə nədir? Allah sizin canınızı sağ eləsin. Dəyişkəndir. Əli öydə oturmuşdu. Dəyişkən. Zəng elədim ona ki, sən Allah gəlginə verir, arxı gəlginə. Deyir, iş görəm, qoy gəlim burada işləyim. Gəldi, maşallah çəkir burada. Necədir, bax. Mənə elə gəlir sənətçi olan yerdə, sənətkarlar olan yerdə darıxmaq. Bir fikir verin ha. Əli bir göstər, yaxşı göstər. Həcı qardaşımızla tamaşa edərsiniz. Arzum var ki, Əli qardaşım bir mənim belə bir şəkildə canlanıcı yaşayır. Abşerondur ya. Allah qoysun milyoner ol inşallah. Abşerondur. Heç məndən dövlətli adam var. Maşallah. Əli 4 ildir mənim portretimi çəkib tutara bilmir hələ. Çox hündürsən də qardaşım. Keşke keçmə. Zilli, burada biz başımıza bir iş gəlmişdi. Bir məsələ var idi. Bir nəfər də gəldi, Əliyə dedi ki, mənim şəklimi çəkkinə, nə bilmə. O da hissləndi. Əvvəl çəkdi. Bizim bir dostumuz var burada, Çaskov qardaşımız. Gəldi, Əli də hissləndi, şəkli çəkmişdi, əməlli başlı ya. Sonra da hissləndi, tulladı da, ondan sonra portret işləmir daha. İndi bilməmişik ki, yoxsa yox. Portret çəkdi, deyirlər ramkanı da səndə. Mənim dinozdur əl buzadı. Qızılı tam belə baxalıdır. Dedim, hala sən şəklin pulunu vermirsən. Ramkanın pulunu. Zili, sən ramka istəmirsən, sən portret Mən istəmirsən. ramka lazım deyil, ancaq kağızın üstə çəkirsən, şəkilini verirsən. Hə, gəl. Misiya, və bunun pulunu. Hələ orada avtomatla bu yazım başına. Mansur, siz bu uşaq yaşda olanda belə oynaya bilirdiniz? Yoxsa bundan zəif oynayır? Yox, oynayırdı yəni belə. Sən də kimsə öyrətmişdi də Boyama müəllimimiz vardı. Əlbaba müəllimimiz vardı. Mən də rəqs eləmişəm, Əlbaba müəllimdə. Doğrudan. İnstitutda rəqs. Hiss olunur da, görünür rəqs elə. İnstitutda harda, aş orada. Bizim küçənin adını Kömürçü bazarından Onda biz öyrədik. Abşeronskidir. Abşeronski. İndi orada Əlbaba Abdullah. Əlbaba Abdullah. Çünki o yaşayır bax orada. Onun məhəlləsidir.
Çox sağ olun. Bu gün sən mənim rolunu oynayırsan. Tamam. Yoruldun mu Məsud? Yox. Burada dilər, dilin olsan, dilim. Nə işin ki, rəqs oynamışam. Maraqlıdır yani. Oha. Gönlümüz var desən. Kimdir orada? Gel içeri göreyim. Ya açmaz da. Gel içeri. Aç ya. Gel içeri. Sağ olun. Bir de Tamam, bak şu burada ne adamlar var. Hamına salamlaşıyoruz. Salam. Olar. Futbol oynuyorsunuz? Oynuyor. Karanlıkta necə oynuyorsunuz futbolu? Uşaqlar Allah saklamışlar. Bir ağıllı söz işlətdim, özümü də xoşuma gəlib. Gənə indi birdən gəldi, bir dənə fikir. Aha. Bayaqdan tənhalıqdan danışır. Hər birimiz dəniz qırağında olmuşuq da. Amma heç vaxt fikir verməmişik. Allah rəhmət eləsin Füzuli, o Leyli Məcnun, sonra bir Romeo Julieta. Bu yazıq skalalar görəsən nə vaxtsa birləşəcəklər. Can yazıq. İbrahim bəy, bunun rəssamından asıldı. İstəsə bunu birləşdirə bilər. Yo. Elə rəssam var ki biz onu bacarmaq. Yuxarıda hər şey həll olunub. Adi söz dedi. Adi söz dedi. Aynen, açıqda olur. Füzuli'dən dedi ki Leyli Mecnun. Romeo Julieta'dakı kim yazır? Onu Shakespeare yazır. Shakespeare. Füzuli bizi istəmək axsa. Füzuli Shakespeare'dən 1000 dəfə, 100 dəfə güclüdür. Mənsur da deyirəm ki, deyir ki, niyə calamırsan bunları? Füzuli üçün nə idi ki, bir dənə belə yazardı ki, evlənsinlər. Deməli, bu rəqs oynanıldı ya. Çox maraqlı ya. Mansur da, bax 3 dənə nəsil vardı orada. Neyi yazmaq düşdü, bax qıraqdan deyəm, baxırdım. Bu Novruz bayramıdır, gör neçə illərdir gəlib çatıb, dədə babalar getirib çatdırır. Bax, bir ənənə vardı ya, süz Allah canlı salamat eləsin. Orta nəsildir, Hicran xanım. Bax, Alacar Məhəmməddir, yaxşıca qəşəng görünür. Bax, nəsil də, bax, qanun uyğunluq vardı ya, çox gözəldir, ləzzət elədi lap. Bu, adət ənənəsi belə bir var. Allah Teala özü bilib ki, yaşayırsan, cavan olursan, gedib dünyanı gezirsən, görürsən, sənətkar olursan, sonra yaşlaşırsan. Bu cavan oynayan vaxtı ki, ya şuduruğu götürdün, onu eləyə bilmirsən axı. Ona görə 20 ildən sonra deyirlər ki, xoş getdin. Peysi. Desvidaniya. Belə deyirlər. Çıxıb oturursan, darıxırsan evdə. Amma bir dənə də iş var ki, bax siz öz sənətinizdə, əgər o şurada gələnlər var ki, indi cavanlar, siz qırağına oturub onlarda 100 nəsəb tutarsınız. Yox, tutmaq olur. Şurada da gəlmirsən, düz gəlmirsən. Deyirəm də. Deməli, siz müdrikləşirsiniz. Bəli. Qocalı belə çıxmırsınız, müdrikləşirsiniz, insansız sizə ehtiyacı var məsləhətə ya falan. Axı, həcin də boynunda bir missiya var da. Bax, 20 illəri deyirik, gör rəqslər var da, köhnə rəqslər var, getirib ifa edirlər, saxlayırlar, o xallarını dadı vururlar. Həcə həmişə. Başdı. Həcə həmişə. Ömür boyu hələ cavanlığından mən onu nətər tanıyıram. Hələ indiyəcən maşallah. Bir dənə şey deyim sizə, bax, Əla. mən tək idim də burada. Oturmuşdum, darıxırdım. Sonra zəng elədim Əliyə. Əli, gəl, oturaq bir dənə çay içək. Əli şəklini getirdi, gəldi, başladı burada işləməyə. Bax, maşallah, ərsəyə getirdi, çıxardı. Sonra Zilli gəldi qardaşlarımızla, onlar getdilər, Hicran xanım gəldi, süz gəldi, bu deyək, həyat budur, bu yaşayışdır. Mən gəlmişdim ayaqüstü bayramlaşmağa. Bir sənət adamları bir yerə yığışanda ayrıla bilmirlər. Əlbəttə. O qədər maraqlı gəl ki, oturmuşam. Çox qəşəngdir, oradan Allah hamımızı var eləsin ki. Sənət adamları bir-birini başa düşən kimi heç kim başa Heç kəs düşmür. başa düşmür. Qıraqçı bir adamlar sənətkarı başa düşmür. Amma biz baxmayaraq o rəssamdır, başqa bir sahənin şairdir falandır. Amma mən musiqisiyəm. Amma bir-birimizi yarım işarədən başa düşə bilərik. Rus demişik, spolu başa düşərik bir-birimizi. Bax, tutaq ki, 10 dəqiqə tanış olmuşuq səninlə. Tutaq ki, sən şairsən, mən musiqisi. O saat biz bir-birimizi anlayacaq. Bu bir başqa bir aləmdir. Ha, Hacı, nə ilə feyziyab edəcəksən bizi? Siz olduğunuz kimi. Həyat davam edir.
Allah sizə can sağ olun. Lezzət eləsin. Allah Sağ ol, sizi başımızdan əskik Sağ olun, eləməsin. hamı Çox sağ olun, çox sağ olun. Mən belə şad oldum. Bir bayram günü. Mansur Çox kişi, mən sən hər nağara çalanla oynaya bilmirsən. Nağara xoşuma gəlir. Ne danışırsın? Rasim Fatmali. Fatmali, ondan sonra bütün həmişə, sağın solun həmişə mən bilirəm ki, özün nətə əcda, həmişə əcda. Sən pis instrumenti istinməsən. Hər şeyi başa düşdüm. Ya bax bu rəsmin gün yaranmasında bu uşaqların böyük rolu var. Maşallah. Neçə gün keçdi bayramdan da. Yenə yığışmışıq bu bayram əhval-ruhiyyəti yanında. Bunu siz elədiniz. Allah canınızı salamat eləsin. Süfrələrimiz həmişə bu belə bərəkətli olsun, gözəl. Sağ olasın, mən bir nəfə feyziyab oldum. Həcə sən o barmaqların Allah canını sağ olasın. Allah sizi hamı Həmişə belə bayramlarda həmişə Allah Taala təpəndən tutur. Yetər dilin, yetər sənin dilin, hələ də Allahdan arzulayın. Allah rızasını Qonşular eləməsin. gəlir.